hal-hazırda göstərmir. Amma göstərəcək. Ola bilər ki, yenilənmə gedib WhatsApp-da nəysə, olsun ki, hal-hazırda göstərmir. İndi mən bu insanların 5 nəfərə necə göndərə bilərəm? Burada göstərir 5 nəfər var, düzdür? Deməli, mən neyinirəm? Daxil oluram bu 3 nöqtəyə yuxarıda. Və отправить сообщение. Müştərilər və сообщение göndərmək istəyirsən. Bax, burada görsən. Və belə bir сообщение var. Mən basıram onun üzərindən. Baxın, bayaqları az öncə 3 nəfərə göndərmişəm. Bunların içərisinə aiddir. Dilarə xanıma az öncə göndərdim. Gülmirəyə də göndərmişəm. Yeganəyə də. Onlara göndərdiyim üçün onları qalıcıqadan çıxardıram. Hələ ki, günah yox var. Yeganə xanıma da Gülmirəyə də göndərmişəm. Bunları çıxardıram, basıram üzərinə. 2 nəfər var artıq göndərə biləcəyim. Yuxarıda baxın, göstərir ki, 2 nəfər var göndərə biləcəyin. Aha, mən neyinirəm indi? Yazıram. Salam, can. Elə yazıram ki, güya ki, tək şəxsin özünlə danışıram da bu cürə. Yazdım. Sonra keçirəm bura. Burada deyil. Görsən, yadımdan çıxıb kontakt şeyə qoymamışam. Və burada birbaşa gedim ona bir dənə maraqlı bir şey göndərim. Hədiyyə şəklini göndərdim bu cürə. Düzdür? Göndərdim. İndi gəlin qaydaq geriyə. Geriyə qaydaq görək bu insanlara bu gedib, necə gedibdir. Bu adamlar görsünüz, burada görsənmir. Çünki o papka şəklində gedib. Az öncə göndərdiklərim də var. İndi mənə nə lazımdır? Mürşidova Günay. Mürşidova Günaya gedirəm. Tapdım. Baxın, Günaya gedib. Salam can, hədiyyəni də göndərmişəm. Amma məndə nə yadda qalmayıbdır. Mən öz səhifəmizə girək. Bura, mən bu günləri burada şəkili göndərmişəm. Amma şəkili yaddaşa vurmamışam. Hədiyyəni. Bax, bu söhbət bundan gedir. Mən bunu neynədim? Saxranç eləyim. Gördünüz, göndərin. İndi bax, Günay xanım mənə cavab yazdı. Baxın. Günay xanım mənə yazdı. Aha, görək nə yazır. Salam Xatirə xanım, necəsiz? Nə var, nə yox? Aha, görürsünüz, mənə öncə səs atdı. İndi mən gedirəm, burada ümumi belə atmıram. Çünki mənə maraqlıdır ki, o biri xanıma da getsin də. Hərəsindən tək-tək oynaya bilmərəm ki, sarılara girdim. Bax, Günay xanım mənə geri dönüş etdiyinə görə Günay xanımın avtomatik adı düşdü bura. Yadınızdadsa. İndi mən yenə bir daha girirəm bu 3 nöqtəyə. Və keçirəm yenə də SMS göndərmə bölməsinə. Bu dəfə hamısına göndərəcəm. Hamısına. İndi seçim etmirəm də. Bayaq seçim elədim. 3-ünü sildim. Amma indi hamısına göndərəcəm. Nəyi? Az öncə gördüyünüz bax bu şəkili. 3 nəfərə də göndərirəm. Yazım ki, sizin hədiyyəniz var. Maye, sabun, üstəgəl, işarəsini buradan götürüm. Bədən spreyi. Bədən spreyi. Sizin hədiyyəniz var da yanına bir hədiyyə işarəsi də qoyum. Bunu da bir qəşəng qaraldım gözlərinə görsənə biləcək dərəcədə. Sizin hədiyyəniz var. Bu qədər göndərdim. 5 xanımın 5-inə də bu getdi avtomatik. Onları istəsələr də, istəməsələr də gedəcək onlara. Amma toplu mesajda belə olmur. Gərək o sənin kontaktında olsun, getsin. Belə bir şey var. İndi baxaq görək nə baş verdi. Baxın, Mehriban xanıma da gedibdi. Bax, buradadır Mehriban xanım. Mehriban xanıma da gedib SMS. Mürşidova görə Mehriban xanıma da gedibdi. Və burada fikir verirsin, belə bir baxın, toplu mesaj göstərir. Toplu mesajın işarəsini bilirsiniz də. Budur. Bu işarədə göstərir toplu mesaj kimi, amma şəxslərin özlərinə getdi. Mehriban xanıma da getdi, digərlərinə də. Bax, bu xanıma da yazmışam. Fanlara bayaqları bir başqa şeydi göndərmişəm toplu mesajda. İndi fanların adı hansı mesajda var? Baxaq, toplu mesajda göndərmişəm. Yəni, bu cürə mən işləyirəm. Və ya da ola bilər ki, sizə kimsə bir borcu olan var, kiməsə təcili bir məhsul verdiniz. Məsəl üçün, ola bilər ki, ödəniş olan bölmənin adını dəyişin, İzminit yarlıq. Yəni ki, sifariş, məsələn, sifariş verdim. Belə bir yazın, qoyun özünüzdə saxlanıc eləyin. İndi kiməsə sifariş verəndə həmən adamın sırazım
gedin həmən o yarlıqa qoyun. Məsəl üçün deyək ki, mən kimə sifariş vermişdim? Məsələn, Xəyaləyə. Xəyaləyə ilə danışdığım yerdə Xəyaləni açıram adını. Sırazım keçirəm Xəyaləyə. Yarlıqa keçirəm və sifarişi verdim Xəyaləyə. Pulunu yazmağa vaxtım olmayıb da, harasa qeyd edim. Bu cürə, yəni çox rahat şəkildə yarlıqlarla, papkalarla işləyə bilərsiniz.